Herkese selam, kanalıma ve videoma hoş geldiniz. Ben Nuray Elzadəyəm. Tanımayanlar için açıklamadan da gördüğünüz kimi ne videosu çekiyorum? Sabahlamaca videosu çekiyorum. Bildiğiniz kimi neçə vaxtdır sabahlamaca videosu çekmirdim ve artık mən də yəni çekmək istedim. Nəhayət çekiyorum. Mamamı da razı saldım çünkü mamam normalde səhərə qədər oyaq qalmağıma razı değil. Sağlamlığımız için uygun bir şey değil. Ama her dəfə eləmədiyimiz bir şeydir və bu mənim kontentimdir deyək. Ona görə çəkirəm. Saat 20:42-dir. Mən tam olaraq nə edəcəyimi bilirəm. Atamla hələ ki yatmadan öncə tenis falan oynamaq istəyirəm. Ən azından biraz enerjimizi özünə gətirək məncə. Enerjim düşməyəcək, əksinə gələcək deyə düşünürəm və heç yatmadım. Dedim ki, ən azından bir gün orta falan yataram ki, videoda oyaq olum, amma ve biraz gözlerimde yuxu kimi bir şey var, elə hiss edirəm. Amma bu videoda da hər zaman kimi səhərə qədər, yəni saat 6-7-yə kimi oyaq qalacağam. Bir də sabahlayacaqdım deyə bir iki şey də almışdım belə marketdən falan hazır olmaq üçün. İndi isə aşağı düşəcəm, atama xəbər verəcəm ki, gedək tenis oynayaq. Saat 1'de bizim oynadığımız zaman. 0-0'dan oynayacağım. Neden? Yok. Söyleyeyim, esas oldu. 1-0. Hayda. 1-1. 2-1. Çikotu dayandı, orada şokam. Birden geleceğim ha. Sen de kavurdun. Sen. Sen dedin. Ben kavurdum. Ben bilmedim aklı. Biz olduğu için. 3'tür. 5-3. 6-4. Ben 4. 7-4. İki gücümü yitirmişim ben. 9-6. Çok sürekten yemek. Hemen pozmalıyım. Birinci seti okuyorum. Değdi ama görürsen değdi. 1-1. Sen. Gelsin. Toparı getir. Yetme lazımıydı da. 300. 400. Hizaya geçmeye lazım. Güzel. Böyle tutmalı. Böyle. Tutmaq olur. Ben sana böyle. Böyle sen hardan gelirken buradan. Buna bak. Böyle. Yaxşı bildim. Maalesef atam beni unuttu. Yani ama neyse de ben de yeteneğimi itirmiştim. Əvvəl həqiqətən pis oynamırdım amma neçə vaxt oynamam deyə. Oyununu bitirəndən sonra mən özümə süfrə hazırlayacağım. Çipsi, şokolad, nə bilim, kofe zat belə. Oturacağım orada paranormal hadisələrinizi oxuyacağım. Biraz qorxu qataq. Zaten saat bu da 01:19'dur. 1-2 saat mən telefonunuza da baxdım, ona görə vaxt getdi. Yoxsa belə o zaman mən gedim onda çay falan koyayım ki soğusun, isti olsun ki kofe eləyək. Bugün məncə qorxulu video olacaq. Bir də sabah yeni vlog çəkəcəm. Bu videodan sonra vlog çəkməyə başlayacağım yəqin. Bu videoyu da əlavə eləmək istəyirdim, amma istəyirəm ayrı videolar olsun. Şey deyəcəyim. Atam bizdən xəbərsiz rezerv bir şey götürüb, yəni adlarımızı falan yazıb. Belə muzey kimi bir yerdir, rəssamın evidir, nəsə belə bir şey, hansı rəssamın evi və divarlarda fosforla çəkilmiş şəkillər, ayrıcalıqda nəsə tablolar, bir şeylerin üzerinde şəkillər, nə belə bir evdir. Mənə bayaq göstərir, belə oturmuşuq elə belə. Deyir, Nuray, bu oyun ötər yerdir, belə, güya da xəbər yoxdur. Mən deyirəm ki, o nə ki şey yerdir, gedək də, bura nə bilim, belə söz şey elədim mən də.
O dedi ki, ucu götürmüşəm, bir adlarımızı yazmışam falan. Gün bazar gündür, 8 fevraldır. Gələn həftə isə master klassa getmək istəyirəm. Yəni onu da bir deyəcəm evdəkilər falan. Əslində anam çox istəyir bizim master klassa getməyimizi, o gillə olan master klass. Məsələn, istəyirəm özümə aksesuar qalbi falan hazırlayım. Salam. Okey, mən gəldim bura 3-cü mərtəbəyə və burada çəkəcəm. Biraz sakit danışacağım çünki burada səs dalğalanır və hamı yatıb. Saat 02:12-dir. 2 saat və mən hələ oyanamıram. Hardasa bir 10 dənə desəm paranormal hadisəni screen etdim, screenshot və birlikdə oxuyacağıq. Bu arada fındıq da chips yeyir, ona da verim. Nə vaxt özüm bir şey yesəm ona da verim. O zaman başlayaq. İnşallah səbrin çatar və səni çox sevirəm. Biz nədə qorxuluq, nə danışırsan? Mən də balaca olanda bir pis xasiyyətim var idi. Anam gil yatandan sonra məndən tez yataqlarına girib yatanda mən yata bilmirdim. Onun üçün də mən həmişə anam gildən əvvəl yatırdım. Bir dəfə anam gil məndən tez yatdı və məndən doğal olaraq, təbii olaraq yata bilmədim. Ya da biraz yatırdım, yenə dururdum. Gecənin bir vaxtı qonaq otağından döşəməyə kimsə ayağını vururdu. Mən də susamışdım, qorxudan qalxa da bilmirəm. Sonra yüngül tuvaletim gəldi, qorxudan da qalxa bilmirdim. Valideynlərimi çağırdım, amma eşitmirdilər. Mən də qorxudan yüngül tuvaletimi etdim və bədənim də əsirdi. Sonra yenə valideynlərimi çağırdım. Bu səfər yəni şükür Allaha atam durdu. Yanıma gəldi və dedim ki, ata belə bir şey var və həmin adam da tum yemə səslərini eşidirdi. Atam da gedib baxdı, gördü kərtənkələ evə girmişdi. Addım səsi kərtənkələdən gəlib. Wow. Really? Tunç deyirdi, o anlamadım. O kərtənkələ nə yiyor? Bak, nə bilməsən. Balaca kərtənkələdən sonra çox stres keçirmişdim və həyətdə də səslər gəlirdi. Amma kameralardan baxdıq və oğru giribmiş. Bizim həyətimizdə bir dənə də balaca ev var. Ora girib 1-2 qızıldan başqa heç bir şey oğurlamamışdı. Bir də bu hadisə mənim 6-7 yaşlarımda olub. Eşitdim səni. Mən də biləyim, qəribə səslər. Bizdə məsələn hamamda bir şey partlamışdı, boru partlamışdı, ya ayaq yolundaydı, nəsə partlamışdı. Və mən axşam idi da, nəsə yatırdım da, yuxudayam mən. Yuxudan birdən belə oyandım. Allah mənə oyatdı o an və səs eşidirəm də, nəsə belə şır belə səs və su səsinə də oxşur, amma fel səsinə oxşadırdım mən nədənsə. Elə əmim oyaqdı, 1-ci mərtəbədə, biz 2-də idi. 1-ci mərtəbədə, yəni elə dedim, əmim saçım falan quruydu, yəqin kimi falan saçım quruydu sandım. Nəysə, gözlərim, yenə səs davam edir. Mənə önce şübhəli gəldi. Yavaş-yavaş aşağı düşdüm, özüm də pijamadayım, istəmədim də elə düşüm. Prosta belə baxdım, hamamın işığı yanmır. Yəni, onda demək oldu, adam yoxdur deyirəm. Sonra getdim, baxdım, qaranlıq idi, işıqları yandırdım. Boru partlayıb, su da olub da bütün içəridə, yəni orada evə yox, yəni hamının özünə su da olub. Orada nətə stresə girdim, yəni o bir otaqlarda nənəm yatmışdı, yəni o burada səsi necə eşitməyib mən anlamıram da, yəni əməlli səs var idi da evdə. Getdim, anam gelib falan oyatdım, dedilər yaxşı ki eşitmirsən falan, yoxsa həqiqətən səhərə tamamilə ev su ola bilərdi, yəni belə bir şey. Bir dəfə biz məktəbdəydik. Nəysə bir qadın bizə yaxınlaşıb qəribə şeylər deməyə başladı. Biz də o zaman gülürdük, fikir vermədik. Sonra ikinci gün yenə gəldi, amma mən gələndə gördüm ki, dostumu nəsə deyir. Nəysə dostumdan soruşdum, mənə dedi ki, heç nə demir. Dostuna o qadın deyib ki, mənə pul verməsəm pis olacaq. Wow. İnanmayacaqsınız, amma həqiqətən düzdür. Sonra mən zaldaydım, tək idim, qapı döyüldü və bir qadın gəldi, amma o qadın deyildi. Nəsə dedi, ona bəri hələ də qorxuram. Kim olduqları hələ də ortaya çıxmayıb. Ailəmə deməyə utanıram. İnşallah videoya alarsan gözlərim. Bir dəqiqə, ailəmə niyə demirsən bunu? Mən nə olsa gəlib deyərəm, yəni, başa düşürsünüz. Tamam, çox şey demək istəməz insan, bilmirəm. Amma bundan nə utanırsan? Bunu bir dəfəlik denən, yəni. Məni təhdid edərdi, nə bilim, nə bəlkə tapdılar. Bəlkə necə uşaq qaçıranlar da bunlar, nə bilə bilərsin. Fındıq!
Mən bir gün bibim gildə qalırdım. Axşam pəncərənin yanında yatdım və oradan bir kişi mənə baxıb pis gülürdü. Mən elə bildim yuxudur, amma sonra bildim çox qorxmuşdum. Pəncərə açıq idisə daha da stressli, yəni bəlkə o səni oxuyub qaçardı. Sizcə belə rahatsız, mən ondan da stress edirdim. Bir dəfə mən kəndə nənəmgilə getmişdim. Nənəmgilin evi dəyişmişdi. Nənəmlə mən həyətə çıxıb onunla şəkil çəkmək istədim. Nənəm birinci etiraz elədi, sonra mən yalvaranda çəkdirdim. Telefonda şəkili çəkdim, sonra nənəm evə gəldi. Mən də şəkilə baxdım və nənəm şəkildə qorxunc görünürdü. Və çox qorxuducu gəldi bu nədənsə mənə. Çox pis qorxuducu gəldi, bilmirəm nə içim ürpərdi. Mən evə getdim və orada tabut. Həqiqə qorxulu gəldi bunlarda, sakit idi. Tabut vardı, içindən pis səs gəlirdi. Nənəmə dedim, nənə bu nədir? Nənə dedi, babanın tabutu. Bayaq görməmişdim ki bunu. Şokdaydım, yerimdə donub qaldım. Sonra axşam mən evin yuxarı qatında yatırdım. Mən aşağıdan səs eşitdim, gördüm nənəm kimlənsə danışır. Sabah nənəmdən soruşdum, kimlə danışırsan? Nənəm yerindən tərpənmədi və dedi, babanın ruhuyla. Mənə dedi, bax divanda oturub, mən sabah evə gedim. Anama bu hadisəni danışdım, amma inanmadı. Aktrisalıq eləyirəm, Allah mənə burada qoysun. Şimdi burada çox qorxmam, amma o da arxadan mənə belə toxunurdu deyə o da stresə soxdu mənə. Bir dəfə kəndə getmişdim. Mən bir də xalam qızı bir yataqda yatmışdı. Sonra mən saat 3-ə işləmiş durdum. Həyətə düşəcəkdim, ehtiyaca görə. Yuxarı çıxdım, gəldim yatağıma yatmağa. Bir dəqiqə, həyətə qədər gedirsiniz də siz qorxmadan. Yuxarı çıxdım, gəldim yatağıma yatmağa çalışdım. Yarım saat sonra nənəm ayağa qalxıb, koridorun başından dönüb təzədən yatdı. Bəs də fındıq qorxduqsan bu səslər eləyib. Fındıq. Neydi? Mən də qorxdum. Təbii ki, sübh namazı çalınandan sonra xalam qızının ayaq ucunda qara nəsə gördüm. Ayaq ucunda qara nəsə gördüm. Sanki kimsə oturub onun kölgəsidir. Getdim, hər şeyi tərpətdim. Otaqdakı görüm bəlkə nəyisənin kölgəsidir. Getmədi, tərpənmədi. Sonra mən qorxumdan başımı saldım yorğanın içinə. Hərdən bir göz ucuyla baxıram ki, görsən gedib ya yox. Gördüm, getmir. Sonra yavaşca dua oxudum. Gördüm, yenə getmədi. Səhərsi gün nənəmə dedim ki, niyə axşam gəzdin? Dedi ki, durmamışam. Sonra danışdım ki, axşam belə şey görmüşəm. Qara rəngli, sübh namazı zamanı. Dedi ki, mələk gəlib səni qorumağa. Mələk belə qorxuducu olur. Bunu işləndə çox qorxmuşdum. Yəni, bir mahnı qoşaq, biraz özümüzə gələk. Bu ağlar dilimə dolaşıb da çox sevirəm. Qoşum sizə bax. Bilməyəcəm. Salam Nuray, sevinirsən. Salam, təşəkkür edirəm. Deməli, mən özüm kənddə yaşayıram. Anam nənəmgildə əvvəllər kənddə yaşayırdı. Daha sonra köçdülər. Buna görə də hər il xala qızımgil və nənəm yaya da kəndimizə gəlir. Evimiz çox yaxın olduğu üçün kuzenlərimlə tez-tez gah bizə, gah nənəmgilə gedirik. Odur ki, nənəmgildə idik. Amma xalam qızı və mən bezdik və digər kuzenlər arxamızca gəlməsin deyə xəlvət ikimiz biz gilə gəldik. Amma evdə heç kim yox idi. Hamı nənəmgilə qonaqlığa getmişdi. Biz də kuzenimlə bezdiyimiz üçün ışıl-ışığa baxaq dedik. Səhv qərar verdiniz. Işığı da yandırmadıq ki, maraqlı olsun. Payatonla. Biraz da qorxum. Kənddə vəbşə qorxulu olur belə şeylər. Bu arada bunu da deyim ki, xalam qızı rus dili məktəbində oxuyur. Ruski sektorda yəni. Ona görə də türkçəni yaxşı bilmir. Mən də ona başa düşmədiyi üçün hərəkətlərlə Azərbaycanca hadisələri ona başa salmağa çalışırdım. Bir hekayədə uzun ağ bir hayalet, suriyet kimi bir şeydən danışırdı. Mən onu qıza başa salanda gördüm ki, nəsə qorxub sarsıldı. Dedim, nə oldu? Dedi, heç nə. Daha bəsdir, nənəmgilə qayıdaq. Bunun 2 gün sonra xalam qıza gəlib bizim kəndlə arasında 45 dəqiqə falan olan digər kəndə, ata nənələri olan kəndə getdilər.
Mən də orada olmuşam. Çox dağıq, çox qorxulu bir yerdir. Elə tam bacımla biz yuxuya gedirdik ki, gördüm balam qızımdan mesaj gəldi ki, qorxuram. Sonra nə qədər yazsam cavab verən olmadı. Sabahsı gün məni yığdı və dedi ki, gecə yata bilmədim. Həmin ağ sulyet gah ora, gah bura getdi. Tərpənə bilmədim, zorla nəfəs aldım. Əvvəl elə bildim məni aldadır. Amma bura qayıtdıqlarında hər dəfə o sulyetdən danışanda necə qorxduğunu gördüm. 3 gecə orada qalmışdılar və 3 gecədə o sulyet orada gəzib, qazı yandırıb söndürülmüş. Səhər həyatımı rəngləndirirəm də çəkərəm. Məncə yaxşı olar. Çünki muzeyə gedirik. Muzey kimi bir yerdə. Və bu da həyatımda bir fərqlilik idi. Çünki normalda evdən çıxıb da fərqli yerlərə gedib bir şeylər görmürəm. Biz əvvəllər çox muzeylərə gedirdik və yəni maraqlı da olurdu əslində. O zaman mən pijamalarımı geyinib gəlirəm. Geyindim. Deməli, nə etmək istəyirəm hələ ki özümdə. Mən burada tərs çəkirəm. Ona görə baxıram. Neden oraya bakıyorsun? Oraya kamera bu tarafta durmayız. Bunun kadar şirin bir şey var. Yoktu. Maması da o da mamasından da. Şimdi de kukladı da bu. Bayağı atam tarafından danlandı. Ona göre keyif bozulub. Hikaye okuyutmak. Bu da bir şeyler töküp dağıt diye. Atam oradan qışqırdı ki, neyinirsiniz nə bilim nə. Əsəbləşdirin hali normal olarak yatırdılar. Bu da elə səs edirdi. Bunu Tim'den paltar almışdım. Ama size göstermemiştim necə qaldığını. Gözünü gösterim. Bam 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 bam. Həyatdan küsmə yazılıb bir şey. Belə qalır. Tam uyuqdayım mən bulama. Bu ne olur? Belə də eləmək olur. Geyinməmiş halda olur. Belə kapşonlu belə eləmək olur. Və küsmə. Xoş gəlmə paltardan. Saat 3:19'dur. Hələ 3 saatimiz falan var. Yəni 4 saat da deyə bilərik, amma 3 saat falan da az qalıb və mən hələ heç denememişim. Sadece tenis falan oynadım. Sizin için hikayeler falan okudum. Bir şeyler hazırladım ve bununla benim sabahlamacalarım bitmedi. Bu sabahlamaca en azından bir fərqliliklər elədim. Hər zaman oturdum boş-boş. Yəni, məndən olsa heç video çəkən olmasaydım, əgər səhərə qədər oyaq qalacaqaydımsa, oturup film zat izləyərdim, amma video için bir şey eləməliyəm. Salam deyə videoma. Ətə bir şey deyim bu. Can videom üçün saç modeli axtardım. Yəni videom üçün deyəndə sabah üçün. Sabah bir yerə gedəcəyik. Həm də həyatımı rəngləndirirəm, çəkəcəm. Həyatımı rəngləndirirəmsə fərqli saç modeli də eləməliyəm. Bu mənim üçün fərqlilikdir və həyatımı rəngləndirmiş oluram. Siz üçün elə deyilsə mənim bir problemim yoxdur. Baxırsınız, bəyənə bilərsiniz, bəyənməyə bilərsiniz, irad bildirə bilərsiniz. Deməli, nə axtarım Pinterestdə saç modelləri. Məktəb saç modelləri videosu gələcək. Əsas olaraq məktəb saç modeli yox. Ümumiyyətlə saç modelləri videosu gəlsin istəyirsinizsə bu videonu like atın. Başa düşdünüz? Bu saç modelini eləmişdim əslində keçən dəfə və mənə o qədər yaxışmamışdı məncə. Fərqli, hər dəfə eləmədiyim bir saç modeli. Belki sabah atımın qışqırtma eləyim. Necə olacaq? Aklıma bir şey gəldi, bu da qarşıma sınıq telefon ekranı göründü Pinterest'te. Gözlüyüm. Bunu özümə ataram. Səhər edərəm. Ya bu vlog da edəcəm, ya da həyatımı rəngləndirirəm də edəcəm. 13:31'dir. Hələ vaxta var. Makyajımı silməliyəm, amma heç yumağa halım yoxdur. Onu görə deyirəm, nəmli sabitqa ilə sil. Bəzən halım olmayan da eləyirəm. Bilirəm zərərli də, amma eləyəcəm. Konem. Adı bu deyəsən, yəni. Reklam yoxdur. Böyle üstə zeytun şəkli var. Yəni, bu bilmirəm, yəni. Mamam deyir, öz üçün də bu. Çox balacadır. Mini. Çok keçik qoxusu var. O kadar keçik deyəm, bütün kremlər unudum və bunun qoxusu. Mənə də Çistayan tərifliydim, amma bunun qoxusu bomba bir şeydir. Və yəni qatılığı da fərqlidir. Və bunu mən gözaltım üçün istifadə edirəm nədənsə. Daha yaxşı elədiyini düşünürəm və gözaltımda mənim bəzən qırışlar olur. Bəzən bunu sürtən yoxa çıxır. Və bunu göz dəyməsin. İnşallah göz dəyməz.
buradakı 4 dənə nəsə səpki deyək, sızanaq deyək də, onların üzərinə vururdum. Nədənsə xeyir gələcəyini düşünürdüm və əməli başda kiçiliklər, yoxa çıxırlar yavaş-yavaş. Burada ikisi yoxa çıxır. Bu əslində bir dənəsi burada şey deyil idi. Başımın kravatın o tərəfindən taxtasına dəymişdi belə. Tak deyə belə dəymiş. Çox pis ağrıtmışdı. Özüm belə eləyirəm bir yerdə, yəni ki şişməsin. Niyə elə eləyirəm bilmirəm. Tamam. Amma nəysə. Bunu vuran və demək olar ki yoxa çıxır. Yəni bilmirəm. Almaq istəsəsə varsa bəlkə hər dəriyə belə eləyir. Göz altıma bu qədər. Və sızanaqların üzərinə də az oldu bir dəqiqə. Deməli, mən hardasa 1 saat falan telefona baxdım belə. Vaxt itirdim. Və bu dəqiqə saat 05:07-dir. 6 işləyib. Mən deyirəm ki, duşa girim. Həm vaxt keçmiş olar, həm də yəni zaten girəcəkdim bugün. Ona görə elə səhər tezdən girməyim daha yaxşı olacaq. Sonra da qublayaram eləyərəm. Ona da vaxt itirərik. Sonra da keçib çay qoyaram. Balkonda yenə videomu bitirərəm. Çünki hər dəfə elə edirəm sabahlamacalarda. O zaman mən girim, çıxım. Mən gəldim və bayağı soyuq hiss etdirdi mənə, amma indi istidir. Bədən kremini falan vurdum. Belə saçımı da biraz dəsmalla belə nəmini aldım, suyunu aldım. Gördüyünüz kimi aydınlanmayıb. Aydınlanmağını gözləyirəm. Və saat neçədir bu arada? Saat 06:17-dir. Yəni mən hardasa bir 30 dəqiqə sonra gəldim. Amma işte vaxtı da bu da. Saat 6:38'dir və hələ də hava aydınlanmayıb. Yəni uca dəli oluram. Deməli mən saçımı hördüm elədim. İndi artıq yatacağım çünki sabahlamış sayılıram. Yəni saat 7'ye kimi oyaq qaldım. Saat 6:52'dir yəni. Artıq yatacağım, biraz yuxum gəlir. Və səhər yenə açacağım. Səhər də zaten də tam səhərdən bəhs edirəm. Biz o muzeyə gedəndə də yenə çəkəcəm, eləyəcəm. Ondan sonra videonu sonlandıracağım. Yəni hələ video bitməyib. Davamını bu videoda çəkmədim. Hamınızı öpdüm. Bay bay.